Yenə 27 sentyabr gəldi. Bu Azərbaycan xalqının yaddaşına qanla yazılmış unudulmaz bir tarixdir. Şəhidlərimizi unutmayaq əziz xalqım. Biz sizin üçün canımızdan keçdik. Qanla yazılan bu tarix 27 sentyabr bizim uğurumuzun başlanğıcı oldu. Gəlin şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Qəhrəman şəhid balalarımızın anım günüdür. Biz Azərbaycan xalqı olaraq heç bir vaxt şəhidlərimizi unutmarıq və unutturmayacağıq. Mən İnkişafa Dəstək 2023 İctimai Nəzarət Cəmiyyətinin bütün kollektivi adından, öz adından şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Allah qazilərimizə can sağlığı versin, Allah qalib ordumuzu, qalib prezidentimizi qorusun. Allah Azərbaycan xalqını qorusun. Allah Teala bir daha Azərbaycan torpaqlarında müharibələr göstərməsin. Amin.